Azercell Telekom MMC 1 iyul 2025-ci ildən etibarən fakturasız nömrələr üçün yeni şərtlər tətbiq edəcək. Yenavaz.com xəbər verir ki, bu barədə məlumatı iqtisadiyyat.az saytı yayıb. Bildirilir ki, iyul ayının 1-dən etibarən nömrənin balansına ödəmə kartı ilə 1 manat yükləndiyi zaman nömrənin aktiv qalma müddəti 1 gün olacaq. Elektron ödəniş üsulları ilə 1 manat, 1 manat 99 qəpik yükləndiyi zaman da nömrənin aktiv qalma müddəti 1 gün olacaq. Nömrənin aktiv qalma müddəti yüklənən məbləğə görə bu şəkildə olacaq. Qeyd edək ki, hazırda qüvvədə olan tarifə görə yüklənən məbləğlərə görə nömrənin aktiv qalma müddəti bu şəkildədir. Məlumat üçün bildirək ki, Azercell sonuncu dəfə ofşar qərarı cəmi 1 il əvvəl qəbul edib. Hazırki qaydalar 1 iyul 2024-cü ildən qüvvədədir. Daha əvvəl isə 1 manat yükləndiyi zaman nömrə 7 gün aktiv qalırdı. Eyni zamanda onu da qeyd edək ki, bu ilin fevral ayından etibarən abunəçilər 1 ay ərzində 2 manatdan az balans istifadə etdikləri halda həmin nömrəyə 2 manat məbləğində aylıq xidmət haqqı tətbiq edilir. Məlumat üçün bildirək ki, Azercellin son zamanlar qəbul etdiyi bu qərarlar ölkə mətbuatında və sosial şəbəkələrdə müzakirələrə və bir çox hallarda insanların narazılığına səbəb olub. Müqayisə üçün bildirək ki, dünyanın əksər ölkələrində, o cümlədən də qonşu ölkələrdə mobil operatorların analoji qərarları olsa da, həmin ölkələrdə nömrələrin aktiv qalma müddəti Azərbaycanla müqayisə olunmayacaq həddə çoxdur. Məsələn, Türkiyənin məşhur Vodafone mobil operatorunun nömrələrinin aktiv qalma müddəti ən azı 180 gündür. Azərbaycanda və qonşu ölkələrdə fakturasız nömrələrin minimum məbləğ yükləndiyi zaman aktiv qalma müddətini təqdim edirik.